Salam, hörmətli və dəyərli VIP Maçdağı izləyicilərimiz. Bugün sizlərə Maçdağı qəsəbəsində 17 saylı notariusun arxasında yolu asfalt, belə bir qəşəng, 6 qarajlı, üstündə isə 4 otaqdan ibarət, tam təmirli, belə bir evlə tanış edirəm. Evimiz ümumi 4 sotun içindədir. Hal-hazırda evimizin həyətindəyik. Evimizin həyətində belə dekorativ ağaclar əkilib. Bu tərəfdə isə, bu hissədə söhbətgahdır, yəni bisetkasıdır evimizin. Belə bir böyük bisetka yaradıblar burada. Bir də onu qeyd edeyim ki, evin həm sol tərəfindən, həm sağ tərəfindən evin ətrafını gəzmək mümkündür. Bura isə evimizin qaraj hissəsidir. Belə geniş hündür qarajdır. Qeyd edeyim ki, əziz izləyicilər, evin alt mərtəbəsində mövcuddur. Amma alt mərtəbəsi gördüyünüz kimi bu vəziyyətdə, yəni tam təmirli deyil. Ancaq haçansa təmir edib yaşamaq mümkündür birinci mərtəbəsində. Amma yuxarısı tam hazır, tam təmirli evdir. Qalxıram evin yuxarı hissəsinə, çəkib göstərirəm sizə. Görürsünüz kimi divardan nə qədərsə məsafəsi var. Diqqət yetirirsinizsə, qalxıram evin yuxarı mərtəbəsinə. Buradan sol tərəfdə belə bir plaşatkasıdır evimizin, kiçik də olsa. Bura koridor hissəsidir. Sağda yerləşir belə bir qonaq otağı. Dəyərli izləyicilər, onu deyim ki, evimiz ümumilikdə istipoldur. Sistem buradan çəkilib. Solda belə bir mətbəxdir. Bu hissədə kiçik yataq otağıdır. Evimizin təmirində keyfiyyətli materiallardan istifadə olunub. Bura isə belə bir böyük yataq otağıdır. Bu isə sonuncu olan yataq otağıdır. Dəyərli izləyicilər, gördüyünüz bu evimiz tam təmirlidir. İçəridə qalan artıq şeylər çıxılacaq buradan. Bir daha son olaraq sanitar qovşağını göstərib sizə sanuzeli. Belə bir asma tavanla geniş sanuzelidir. Aksesuarlar yoxdur. Aksesuarlar da ev sahibi tərəfindən yerləşdiriləcək, quraşdırılacaq, təhvil veriləcək. Evimizin qiymətini gəldiyi isə gördüyünüz bu evimizin qiyməti 180 bin manat deyilir start olaraq. Real alıcı endirim var. Sənəd isə kopça çıxarış xüsusi mülkiyyətdir. Bu və digər əvvəl tanış olmaq istəyirsiniz, səhifəmizi keçirib baxa bilərsiniz. Əlaqə nömrəmiz də aşağıda qeyd olunub. Bizi izləməyi unutmayın, sağ olun.